90% amma biz özümüzü düzəldəndə ailəmiz də düzəlir. 90% hallarda belədir. İstisnalar var. Məsələn, Nuhun oğlu istisnadır. Allah Quranda qeyd edir ki, hər tərbiyəsiz övlada görə atanı qınamasınlar. Bəzən olur ki, övlad tərbiyəsizdir, ata düz adamdır. Düz tərbiyə verib. O adam olmayıb. Nuhun oğlunu bunun üçün misal çəkir Allah Quranda. Bəzən olur ki, ləyaqətli adamın həyat yoldaşı, Lut peyğəmbərin həyat yoldaşı islah olmur. Bunu Allah misal çəkir. Bəzən olur, biz yaxşı oluruq, ətraf qarşıdakına təsir eləmir. O bəzən olur. Əksindən də misal deyim, xanımlar inciməsin. Bəzən də olur ki, Asiya kimi bir qadın Firon kimi adamı adam eləyə bilmir. O da olur. Asiya kimi bir xanım. Özü çox gözəl idi, nümunə idi. Bir nə məqamı var? Zərəbəllah, məsələn, lilləzinə amenu imrəətə Firavun. Allah Quranda buyurur ki, Allah möminlərə Firavunun xanımının nümunə göstərir. Bəşəriyyətə, Quranda deyir. Belə bir qadındır. Əri islah eləyə bilmir.